Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. İlk olarak hamdolsun alemlerin Rabbi olan Allah'a ve Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed sallallahu aleyhi ve selleme. Bugünlerde bir neçə gün bundan önce bir kardeşimiz bir sual gönderip sual verir ki, kardeş, ne kadar derslere kulak asıram, isterse öz tələbələrimize, isterse diğer ülkelerde olan tələbələrin derslerine ki, hansı ki o tələbələr danışıblar, naməhrəm qadınlara baxmamaq haqqında, gözləri qorumaq haqqında ve həmçinin belə deyək də dərsin ünvanı göz zinası haqqında. Lakin buna baxmayaraq, subhanallah, bu əməldən əl çəkə bilmirəm. Bunun üçün bir ilaç var mı? Kardeş belə bir sual gönderip Allah ondan razı olsun. Əslində bu kardeşin imanına dəlalət edir. Cəzahullah xeyran. İstəyir ki, bu əməldən, bu sirkin əməldən əl çəksin ve bunun üçün ilaç axtarır. Subhanallah. Mən də bu sualın cevabını axtararkən karşıma Allah'ın gücü ve kuvvetiyle, elhamdülillah, bu da Allah'tan oldu, bir məqalə çıxdı. İbn-i Qayyim Rahimahullah'ın məqaləsi. Olduqca mühüm olan məqalədir. Hem o kardeşin sualın cevabı olsun, hem özüm üçün, hem de sizler üçün inşallah ki faydalı olar. İbn-i Qayyim Rahimahullah buyurur ki, biz sələflər birbirimize nəsihət etmək istədikdə və yaxud birbirimize tövsiyə etmək istədikdə, hər hansı bir məsələni xatırlatmaq istədikdə 3 cümlədən ibarət olan məktub yazırdıq. Dikkatli olaq, olduqca mühüm ve dikkat olması mektuplardandır. 3 cümleden olan ibaret mektuplar yazırdık. Birinci cümlede yazırdık ki, kim gizlinini düzelderse Allah da onun aşkarını düzelder. Bu birinci cümle. Yadda saxlayaq. Sonra bunları saydıktan sonra inşallah her cümlenin etrafında bir neçə məsələyə toxunacağıq. Birinci cümle necəydi? Kim gizlini düzelderse Allah da onun aşkarını düzelder. Subhanahu ve Teala. İkinci cümlede yazırdık ki, kim Allah'la öz arasını düzelderse Allah da onunla insanların arasını düzelder. Kim Allah'la öz arasını düzelderse Allah da onunla insanlar arasını düzelder. Üçüncü cümlede yazırdık ki, kim ahireti için əməl ederse Allah da onun dünya tedarüküne kifayət eder. Subhanallah. Dediğim kimi her cümlenin etrafında bir neçə məsələyə inşallah ki toxunacağıq. O kardeşa cevap olarak deyirik ki, həmişə xatırlasın ki İbn-i Qayyim bu mektubunu, hansı ki buyurur ki rahimahullah, kim gizliliğini düzelderse, ıslah ederse Allah da onun aşkarını düzelder. Subhanahu Teala. Ne demekti bu? Bunu ne tür şerh edebilirik? Ne tür izah edebilirik? Hansı faydaları zikir edebilirik ki hamımız faydalanaq? Nəinki o kardeş, hamımız faydalanaq. Bildiğiniz kimi subhanallah, global meselelerden, olduqca mühüm meselelerden ki insanın Allah'tan korkup gözünü haramdan yere dikmesi. Əslində subhanallah, Allah'ın subhanahu wa ta'la'nın əmridir bu. Allah subhanahu wa ta'la necə ki Nur surasında buyurur ki, de ki müminlərə Allah'tan korkup gözlerini diksinler yere, harama bakmasınlar. Bu Allah'ın subhanahu wa ta'la'nın əmridir. Bu Allah'ın əmridir. Elə təqvanın özüdür. Təqva ne demek? Allah'ın əmrlərini yeni getirib qadağalardan çəkinmək. Desələr ki, mətta'rifut taqva, təqvanın tərifi nədir? Deyəcək ki, Allah'ın əmrlərini yerinə getirmək, qadağan etdiklərindən çəkinmək. Əgər bu hasıl olarsa, insan təqvalı olur. İnsan təqvalı olur. Sonra barakallahu fikum, bilmək lazımdır ki, Allah subhanahu wa ta'ala şərəfli kitabında, kərim olan kitabında bir neçə ayətləri nazil edib bu haqda. Buyurur ki, subhanahu wa ta'ala Alaq surəsində Ələm ya'ləm bi ennallâhe yara, fikirirsiniz, Ələm ya'ləm bi ennallâhe yara, o bilmir mi ki Allah onu görür? Fikirirsiniz, o bilmir mi ki Allah onu görür subhanahu wa ta'ala? İnsan gərək həmişə günah etmək istədikdə, nəinki naməhrəm qadına baxmaq, digər günahlardır. Həmişə nə etsin gərək? Allah'ın görməsini gözünün önüne getirsin. İnnallâhe
kâne aleykum rakîbe. Başka bir ayda Allah buyurur Subhanahu ve Teala. Allah sizin üzerinizde nezaretçidir. Subhanahu ve Teala. Sonra başka ayette El-Bakara suresinde Allah Subhanahu ve Teala buyurur ki اَوَلَا يَعْلَمُونَ اَنَّ اللّٰهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ Onlar öyle zannedirler ki gizlide ve aşkarda olanlardan Allah'ın haberi yoktur mu? Yani senin ey kardeşim o qadına baxanda ola bilsin gizli olur, kimlər sənin yanında olmur. Veya herhangi bir haram işledikdə tek olursan, bil ki senin o gizlidə sakladığından Allah'ın haberi var. Subhanahu wa ta'ala. Gizlidə saklanan əməllər ve aşkarda olanlar. اَوَلَا يَعْلَمُونَ اَنَّ اللّٰهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ Gizlidə olanları ve aşkarda olanları Allah bilmir mi? Subhanahu wa ta'ala. Cevap olarak bəli bilir. Subhanahu ve ta'ala. Yine başka ayet Allah Subhanahu wa ta'ala buyurur ki يَعْلَمُ خَائِنَةَ الْاَعْيُونِ وَمَا تُخْفِ الصُّدُورِ Allah Subhanahu wa ta'ala hain olan gözlerden haberdardır. Allah Subhanahu wa ta'ala hain olan gözlerden haberdardır ve sinede gizledilenlerden, sinelerde gizledilenlerden Allah Subhanahu wa ta'ala haberdardır. Bilmek lazımdır ki Subhanallah, senin herhangi bir kadına bakmağın, bil ki senin için bu musibet. Ne kadar bakırsan özüne zulüm edirsin. O insanların Subhanallah sinelerinde bir sıkıntı var. Hususi bir sıkıntıdır bu. Bu da Allah tarafından ukuba olarak, yani ceza olarak okula ki hansı ki Allah'ın Subhanahu wa ta'ala'nın emrini yerine getirmir. 5 saniyelik, 10 saniyelik, 20 saniyelik bu günahtan el çekmir. Subhanallah, gözlerini yere dikmir. Sonradan Allah Subhanahu wa ta'ala ne verir? Sıkıcı bir hayat verir. Kalp hemşe sıkıntıda olur. İbn-i Qayyim rahimahullah buyurur ki kitaplardan başka bir kitapta diyor ki o günahlar ki hansı ki günahlar var onların əzabı çok şiddetli olur. Əzabı çok şiddetli olur. Seninle belki iller boyu devam edir. Ama o ameller ki Allah'a göre terk edirsen onun hususi bir lezzeti olur. Düşün ki Subhanallah yolda gelirsen istenilen bir kadın gelir. İsterse açık saçık, isterse de bağlı bir kadın. Ona baktığın vaxtı qəlbinə bir sıkıntı gelir. Allah Subhanahu teala tərəfindən sənə bir nədir? Sıkıntı göndərilir. Həmin bu məqamda Allah'tan qorxub, o sıkıntı üzr istəyirəm. O sıkıntı səndən ola bilsin ki akşama kimi davam edəcək. Ola bilsin ki 2 gün, 3 gün. Baxdığın o günah qəlbini məhv edir Subhanallah. Qəlbini məhv edir. Quran daxil olmur, hədis daxil olmur. Haqqı deyə bilmirsən, batildən çəkindirə bilmirsən. Heç bir şey sanki bu dünyada yaşamırsan Subhanallah. Ama həmin o 5 saniyelik, 10 saniyelik hansı ki hasil ola bilməyəcəksən onsuz da. Neyse ki baxırsan o qadına Allah korusun. Onsuz da sen bu günaha baxırsan müvəqqətidir 5 saniyelik, 10 saniyelik. Vallahi gözünü çəksən Allah Subhanahu teala qəlbinə elə bir ləzzət göndərəcək ki, elə bir rahatçılıq göndərəcək ki sənin Subhanahu teala. Bu rahatçılıq ola bilsin səndən 2 gün, 3 gün gedəcək. Belki de 1 ay. Niye göre? Rabbimin emrine tabi olun Subhanahu teala. وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ Allah Subhanahu teala buyurur ki onlar Allah'ı layıkınca değerlendirmezler. وَالْأَرْضُ جَمِيعًا قَبْدَتْهُ يَوْمَ الْقِيَامَةِ Allah Subhanahu teala yeryüzünü hamsını bütövlükle qabd edecek Subhanahu teala. وَالْأَرْضُ جَمِيعًا قَبْدَتْهُ يَوْمَ الْقِيَامَةِ Bükecektir. Ne tür bükecektir? وَالسَّمَوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِ Yerler ve göyler ne olacak? Göyler, özür dilerim. Allah'ın Subhanahu teala'nın sağ elinde bükülecektir. Allah'ın Subhanahu teala'nın sağ elinde bükülecektir. İnsan gerek bunları düşünsün, fikirləşsin ki Subhanallah, ben o Rabbe asi oluram, Allah'a akbar. O 5 saniye, 10 saniye, 20 saniye. Vallahi burada hiçbir fayda yok. Günahtan başka hiçbir fayda yok. Günah edirsen 1 defa, 2 defa. Bakın Subhanallah. Bu züne devam edir insan. Devam edir. O qəlbə qara nöqtələr gedir. 1 dənə nöqtə, 2 dənə nöqtə, 3 dənə nöqtə. Artıq sonra qəlb bağlanır. Vallahi. Qəlb bağlanır. Quran-ı Kərimi kamil şəkildə yanında oxusan da belə təsir eləmir. Sonra elə fikirləşmək ki, bu olacaqlar və yaxud bu olanlar boşuna gedir. Baxın Subhanallah. Alimlər deyir ki, günahlarda ısrar eden insanlar rahatçılıkla bidətlər onlara rahatçılıkla daxil olur. Rahat şekilde.
Əksər bidət əhlinin, hansı ki o insanlar bidətə düşüblər, fikir verin, diqqətli olun, barakallahu fikum. Əksər bidət əhli insanların keçmişinə baxanda görürsən ki, subhanallah, hər hansısa bir günah sahibi idi. Hər hansısa bir günah sahibi olub, subhanallah. Günahlarının müqabilində 1, 2, 3, 4, 5 Allah subhanahu teala sonra da onu tərk edib. Tərk edib nədir? Rahat şəkildə bidət onun qəlbinə daxil olub. Asiliklə bidətə nail olub. Asiliklə. Yəni yatıb durub bu cür olmuyor. Allah qorusun. Ona görə çox ehtiyatlı olmalıyız. Vallahi. Həddindən artıq təhlükəli bir məsələdir. Gözlərlə haram etmək. Gözlərlə nədir? Haram etmək. Baxın subhanallah, başqa bir fayda. Birdən kimsə soruşar ki, əllərlə haram etmək olmur mu? Ayaqlarla, bədən üzvləri ilə. Niyə görə Allah subhanahu teala gözləri deyir? Diqqət edin. Niyə görə Allah subhanahu teala deyir ki, o möminlərə Allahdan qorxub gözlərini diksinlər yerə? Niyə görə? Niyə görə Allah subhanahu teala demir ki, o möminlərə ayaqlarından ehtiyatlı olsunlar, haram yerlərə getməsinlər, əllərindən sələmə pul almasınlar və s. və l. Çünki göz bizim görməyimiz var, düzdür? Və bir də ki, Allah subhanahu teala'nın bizi izləməsi var. Allah da bizi görür subhanahu teala. O gözlərlə, hansı ki biz o gözlərlə haramlar edirik, Allah da bizə nəzarət edir subhanahu teala. İnnallaha kana aleykum raqibə. Allah sizin üzərinizə nəzarətçidir subhanahu teala. Bu ayətləri oxuduqdan sonra, bildikdən sonra Allahın subhanahu teala'nın, Allahı qeybdə həmişə fikirləşənlər, Allahdan qorxanlar, Allah subhanahu teala'nın beləliklə gizli məqamlarında. O şəxslər ki, çatıblar bu məqama, İnnellezine yaxşavne rabbehum bil gaybi. Allah subhanahu teala onlar üçün mükafatlar hazırlayır. O kəslər ki, qeybdə Allahdan qorxurlar. Qeybdə Allahdan qorxanlar üçün Allah subhanahu teala xüsusi bir hədiyyəsi var. Xüsusi bir hədiyyəsi. Diqqət olaq, burada da sual gələcək. Buyurur ki, subhanahu teala İnnellezine yaxşavne rabbehum bil gaybi lehum mağfiratun və ecrun kebir. O kəslər ki, qeybdə Allahdan qorxurlar, onlar üçün nə var? Mağfirə var. Bağışlanma var. Sual. Və çoxlu əcrlər var. Barakallahu fikum. Sual hardadır? Niyə görə Allah subhanahu teala qeybdə Allahdan qorxanlar üçün dedi ki, onlar üçün bağışlanma var? Nə demədi ki, onlar üçün cənnət var? Nəyim cənnətləri, adın cənnətləri, Firdavs cənnətləri və s. və l. Nemətlər nə qədər üzərimizdə? Niyə görə Allah subhanahu teala iminli burada məğfiranı gətirdi? Niyə görə dedi ki, o kəslər ki, Allahdan qorxurlar, onlar üçün bağışlanma var? Nədir bunun sirri sizcə? Yəni, şübhəsiz ki, hər bir ayədə olan kəlmələrin sirri var. Allah subhanahu teala əbəs yerə nazil etmir bu kitabı. Hər bir kəlməsində nə var? Minlərlə, milyonlarla faydalar var. Niyə görə burada mağfirə gəlib? Niyə görə bağışlanma gəlib? Kimdəsə var mı cavab? Baxın, subhanallah, İbn-i Qayyim rahiməhullah deyir ki, qulun ən yaxşı günü hansı gündür? Belə sual verək. Sual verək. Deyək ki, barakallahu fikum, müsabiqa kimi edək. Deyək ki, başlayaq sağdan məsələn. Deyək ki, sənin həyatda ən yaxşı gün hansı gün olur? Onlar deyəcəklər ki, mənim ailə qurduğum gün, məsələn, biri. Digər insanlar deyəcəklər ki, evladım olduğu gün. Sevinəcək günlər bu, elə deyilmi? Digərlər deyəcək, universitetə daxil olduğum gün. Digərlər deyəcək, maşın aldığım gün. Və s. və l. bu cürünə cavablar. İbn-i Qayyim rahiməhullah buyurur ki, qulun deyir, ən yaxşı günü onun bağışlandığı gün. Subhanallah. O qul ki, həmin gün bağışlanırsa Allah tərəfindən, onun ən yaxşı günü odur. Bilirsiniz nəyə görə? Bağışlandısa, ola bilsin ki, həmin məqamda Allah ölüm mələyini ona göndərdirsə, ölən kimi cənnətə gedəcək. Ona görə Allah subhanahu teala nə deyir onlar üçün? Deyir, qeybdə deyir, gizlidə deyir, Allahdan qorxanlar üçün bağışlanma var. Allahdan qorxanlar üçün. Bağışlanma nə demək? Allah səni bütünlüklə bağışlayır. Bağışlanmadan sonra nə gəlir? Cənnət gəlir. Fikir verirsiniz Allah'ın. Ayətlər, Allah muncuq kimi. Allah subhanahu teala düzüb ki, hər kəlməsində faydalar var. Hər cümləsində faydalar var ki, Rəbbimizin kitabına cün əzəmətlidir. La ilahe illallah. İnnellezine yaxşavne rabbehum. O kəslər ki, Rəblərindən qorxurlar, harda? Gizlidə. Onlar üçün bağışlama və çoxlu əcrlər və savablar var. Bu birinci mərhələ. Sonra buyurur ki, rahiməhullah,
Kim Allahla öz arasını düzəldərsə, Allah da onunla insanların arasını düzəldər. Kim Allahla öz arasını düzəldərsə, Allah da onun insanlarla arasını düzəldər. Olduqca mühüm olan məsələlərdən. Sən Allahla öz aranı düzəld. Vallahi. Allahla rabitəni düzəld, sıdığını düzəld, ixlasını düzəld. Bütün kainatı sənə Allah ram edəcək. Vallahi. Bütün yer üzrə nə qədər məxluqlar varsa, hamısını Allah sənə ram edəcək. Yetər ki, sən Allahla əlaqanı düzəld. Bütün insanlar sənə xidmət edəcək, subhanallah. Baxacaqsan əmi, dayı, qardaş, bacı, evdə yoldaş, ata, ana. Hamı istəyir sənə xidmət etsin, Allahu Akbar. Nə məsələdir, qardaş? Sən Allahla düzəltmirsən rabitəni. Nə demək ki, Allahla rabitəni düzəltmirsən? Birinciyə qayıdır. Allah məni görür. Allahu Akbar. Allah məni görür və sən də həyatını belə qurmuşsun. Subhanallah. Bütün məxluqat. Yəni, sizə bir qısa anlaşacağım. Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında bir sahabə var idi. Radiyallahu anh. Sahabə çox iri, cüssəli bir sahabə idi. Radiyallahu anh. Səfinə deyirlər buna. Səfinə də ərəb dilində gəmidir, gəmi. Niyə görə səfinə deyirlər? Gəmi çox iri olur. Çox iri idi. Radiyallahu anh. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin məktublarını aparıb gətirirdi. Məktublarını bir məntəqədən digər məntəqəyə. Bir günləri Allah Resulü sallallahu əleyhi və səlləm ona məktub yazır. Deyir ki, apar bunu ver filan kəsə. Məktubun da içərisində nə var? Dəvət var. İslam'a dəvət. Filan kəsi Allahın adıyla Peyğəmbərdən sallallahu əleyhi və səlləmdən səni İslam dininə dəvət edirəm. O sahabə radiyallahu anh götürür bu məktubu, düşür yola. Gedir, görür ki, qabağında böyle bir çay var. Belə deyək, göl var, bir göl. O gölü keçmək lazımdır. Və məşəqqəti görür orada, subhanallah. Gölü keçmək məşəqqətini. Bir müddətdən sonra görür ki, uzaqdan bir şir heyvanı gəlir, böyük şir. Şir ona yaxınlaşır. Yaxınlaşır, subhanallah. Qəlbində olan Allahın qorxusu, Allahla öz arasını düzəltmişdir, radiyallahu anh. Özü dedi ki, bütün məxluqları Allah ona ram edəcək. Şir ona yaxınlaşır. Şirə deyir ki, mən Rasulullahın Rasuluyam deyir. Rasul məktub apıb gətirən deyirlər. Bizdə necə deyirlər? Elçi. Deyir ki, mən deyir Rasulullahın Rasuluyam deyir, sallallahu aleyhi ve sellem. Deyir ki, Allah akbar deyir, başını əydi aşağı, mindirdi mənim üzərinə, saydan keçirdi, saldı məni çıxdı yetirdi. Görürsünüz, subhanallah. Radiyallahu anh. Onlar nə eləmişdilər? Dünyada olarkən. Onlar öz aralarını Allahla düzəltmişdilər. Sıdqı, rabitəni, Allahın görməsini. Belə eləyəndən sonra hətta heyvanları belə Allah ona ram etmişdir. Yüzlərlə belə misallar var. Tarixdə, sahabələrin radiyallahu anhumun tarixində. Və bilmək lazımdır ki, əziz qardaşlar, barakallahu fikum, bu elə bir məsələdir ki, subhanallah, buna bir günə, 2 günə nail olmaq olmaz. Elə fikirləşmək ki, biz bunu danışırıq, danışan özü birincisi və burada olan qardaşlar da bir günə, 2 günə buna nail olacaq. Buna nə lazımdır? Aylar lazım. Bəlkə də illər. Amma çalışmaq lazım. Çalışmaq, gecə-gündüz. Gecə-gündüz çalışsaq, inşallah ki, Allahın izni ilə nədir? Nail olacaq. Sonra 3-cü məsələ, son olaraq, buyurur ki, kim ahirəti üçün əməl edərsə, Allah da onun dünya tədarükünə kifayət edər. Bəzi insanlar var ki, onların fikirləri, zikirləri ancaq ahirətdir. Yəni, dünyada heç nə fikirləşmirlər. Nə barədə? Dünyada olan nasiblərini, necə ki, Allah Quranda buyurur ki, dünyada olan nasibini də unutma. Nasiblərini fikirləşirlər. Sonradan nədir? Onların fikirləri, zikirləri ancaq nədir? Allahın ahirəti. Onları maraqlandıran ancaq ahirətdir. Gecə-gündüz bunu çalışırlar, subhanallah. Nə cür edim ki, Allahın razılığını qazanım. Nə cür edim ki, ahirət yurdunu qazanım. Ancaq fikir, zikir budur. Gecə-gündüz bunu çalışırlar, subhanallah. Xoş o insanların halına. Onlar da biraz önce dediyim kimi bir dəfəyə nail olmuyorlar. Bu da illərin, ayların nə olub, nə əziyyəti olub. Və bilmək lazımdır ki, subhanallah, insan çalışarsa Allahın izi ilə. Yəni buna nail olar. Allah subhanahu teala buyurur ki, وَالَّذِينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَّهُمْ سُبُولَنَا. Kim bizim yolumuzda çalışarsa, cəhd edərsə, biz onu doğru olana yönəldərik. Allah'tan dilərəm, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah subhanahu teala bizi Allah'tan qorxanlardan etsin. Allah'ın həqiqi oğullarından etsin. Subhanakallahumma bihamdik.
Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.